Rusiya indi çıxılmaz bir durumdadır. Putin başlatdığı agresif müharibə ilə Rusiyanı bir təliyə salıbdır ki, o tələdən onun müsbət çıxış yolu yoxdur. İləri gedə bilmir. 2014-cü ildən bugünə qədər 12 ildir ki, Donetsk vilayətinin cəmi 26 min kvadrat kilometr ərazisini işğal edə bilmir. Öz nəzarətinə götürə bilmir. Təqribən Ukraynanın 19% torpaqları işğal altındadır və irəli getməsi mümkün deyil. Milyon yarım işçisi vardır. 30 bin sanksiyanın altına düşübdür Rusiya. Rusiyanın iqtisadiyyatı müharibəni darta bilmir. Rusiyanın neftarima zavodlarına vurulan zərbələr Rusiyanı dəhşətli bir duruma salıbdır. Digər tərəfdən o logistika mərkəzlərinə vurulan zərbələr Wildberries və Azon logistika mərkəzləri. Bunlar da Putinin şəxsi biznesidir. Üstəlik də məlumdur ki, Wildberries deyilən logistika sisteminin əsas maliyyələşdirici bankı VTB bankı idi ki, bu zərbələr onun kredit verdiyi milyonlarla insanları sıradan çıxartdı bu Wildberries sistemində. Bu VTB banka vurulan zərbələrdir. Digər tərəfdən 21-ci paket sanksiya Avropa İttifaqı tərəfindən çox ağır təsir edibdir Rusiyaya. Rusiyanın dərin yanacaq böhranında bulunduğunu biz bilirik. İndi siz sözünüzün əvvəlində söylədiniz. Rusiyanın 30%'dan çox neftarima zavodları sıradan çıxardılıbdır. Belə bir durumda əlbəttə ki, bu Bloomberg'in vasitəsilə, Insider'in vasitəsilə sızdırılan informasiyaların böyük əksəriyyəti Rusiyanın xüsusi xidmət orqanlarından sızdırılır. Onların təbii ki, orada əl aldığı jurnalistlər var, Washington Post'ta var. Qorxu yaratmaq mı, yoxsa reallığa? Xof yaradırlar. Qorxu yaratmaq. Rusiyanın əbədi olaraq dövlət siyasəti qorxu ixrac etməkdir, Ləman xanım. Nədən onlar Ukraynanın ərazisində dinc əhalini vururlar? Nədən bunlar ballistik raketlərlə uşaq bağçasına, məktəblərə, doğum evlərinə zərbələr vururlar? Birincisi, Rusiya göstərmək istəyir ki, mən heç bir qanun filan tanımıram. Daha ağır zərbələr vura bilərəm. Beynəlxalq qanunları tanımıram, BMT nizamnaməsini tanımıram. Yəni bu obrazı yaradırlar öz ətraflarında və hər zaman Rusiyanın ordusu, əgər ona ordu demək mümkündürsə, hər zaman dinc əhali ilə vuruşubdur. Dinc əhaliyə divan tutmaq. Qafqaz müharibələrini xatırlayın. Onlar Güney Qafqazda, Şimali Qafqazda nələr törədiblər? İnsanları necə kütləvi qətlə yetiriblər? Kəndləri necə kütləvi şəkildə yandırıblar? Yəni bu Rusiyanın bir huyudur. Bu müharibə qanunlarına əməl etməmək, insanlıq qanunlarına əməl etməmək, xalqların iradəsini sındırmaq üçün dinc əhaliyə divan tutmaq. Yenə də dünən axşam Kiyevə də, digər şəhərləri də dinc əhaliyə, birbaşa evə ballistik raket ilə zərbə vuran zabitin, zabit kimi nə şərəfi vardır, nə onun zabit adı vardır. Heç bir zabit, özünə zabit deyən, yəni Rusiyada çoxdur bilirsiniz bu general sürüsü var, bunların güya dünyanın ikinci ordusu. Hansı zabit, özünə zabit deyən bir şəxs doğum evinə ballistik raketinə zərbə vurmalarına göstəriş verər. Yəni Rusiyanın ordusu rəzil bir durumdadır. İqtisadi durumu olduqca çətindir. Amma nüvə silahından, taktiki nüvə silahından istifadə edilməsinin məntiqi yoxdur. Üstəlik Putinin ona izni yoxdur. Çünki Xi Jinping ona bu izni verməz. Qəti şəkildə Çin indi hər hansı bir müharibədə taktiki nüvə silahından istifadə edilməsinə heç zaman okey deməz. Yəni bu nə Amerika Birləşmiş Ştatlarının, nə Çinin istəkləri daxilində deyil. Üstəlik Biden'in dövründə Amerikanlar xüsusi kanallarla Putin rejiminə belə məlumat çatdırmışdılar ki, əgər siz nüvə silahına əl atarsınızsa, qeyri-nüvə silahları ilə Amerika Birləşmiş Ştatları kütləvi şəkildə sizin bütün hərbi obyektlərinizə zərbə endirər. Bu xəbərdarlıqda yerindədir. Üstəlik də taktiki nüvə silahından istifadə edildi. Ukraynanın ərazisi 605 min kvadrat kilometrdir. Sən o bir taktiki nüvə silahı ilə, raketi ilə hansı nəticəni alacaqsan ki, Ukraynanın
iqtisadiyyatına, hərbi sənaye kompleksinə elə ağır zərbə vurasan ki, 1945-ci ildə Xirasimiyyə vurulan zərbə effekti versin. Yəni bu lokal bir yerdə sənin alacağın nəticə siyasi cəhətdən alacağın zərbədən 100 dəfə kiçik olacaqdır. Yəni tutalım Xarkova və ya Kiyev və hər hansı bir şəhərə sən onsuz da ballistik raketlərlə zərbə vurursan, insanları kütləvi şəkildə qətlə yetirirsən, hansı nəticəni alacaqsan, tutalım hansısa bir şəhərə taktiki nüvə raketi ilə zərbə vurdun. Üstəlik Ukraynanın bugün qanatlı raketləri var. Ukraynanın o Firepoint kampaniyası sentyabr ayında artıq ballistik raketlərlə Rusiyanın ərazilərin vuracaqlarını söyləyirlər. Digər tərəfdən Rusiyanın özünün ərazisində 11 atom elektrik stansiyası var. Bunun hər biri atom bombasıdır sənin üçün. Yəni sən əgər Sən vuracaqsan, o da sən vuracaqsan, sən atom elektrik stansiyanı vuracaqdır. Yəni bu çıxış yolu deyil, sadəcə xof yaratmaq. Avropa dövlətləri Ukraynanın arxasından çəkilsinlər. Avropa xalqları müharibənin onların ərazisini keçməsindən qorxsunlar. Ona görə bunlar dronlar göndərirlər. Baltikyanı dövlətlərə sataşırlar. Polşaya, Rumuniyaya, Almaniyanın Leipzig şəhərinə, o Ukraynanın Antonov hərbi nəqliyyat təyyarəsini hücum etdilər dronlarla. Yəni bunlar hamısı Rusiyanın xof yaratmaq istəkləridir. Buna nə Britaniya, nə Fransa, nə İtaliya, nə Federativ Almaniya geri çəkilən deyil. Ukraynanın 35 ili ilə bağlı yeni Böyük Britaniyanın yeni baş naziri möhtəşəm bir məqalə yazdı Leman xanım. Möhtəşəm. Yəni mən onu bir neçə dəfə oxudum. Yazdı ki, biz zülmətdə də, işıqda da Ukraynanın yanında duracağıq. Ukrayna bizə borçlu deyil. Biz Ukraynalılara borçluyuq. Çünki onlar təkcə Ukraynanın deyil, bizim üçün də döyüşürlər. Bütün dünya üçün döyüşürlər. Ona görə bugün də, sabah da müharibənin hər saatında biz Ukraynanın yanında yer alacağıq. Üstəlik o hava hücumuna müdafiə sistemlərini gücləndirmək üçün Storm Shadow deyilən raketlər xatırlayırsınız, İngiltərənin və Fransanın istehsalı olan, onun lisenziyasını verməyə hazırlaşırlar Ukraynaya. Yəni heç kəs Putinin o qorxu ixrac etmək huyundan geri çəkilmir. Onlardan qorxmurlar. Hər kəs bilir ki, bunlar hamısı baskı qurmaq, psixoloji baskı qurmaq, prensip yaratmaq üçündür. Xalqların iradəsini sındırmaq üçündür. Almanya geri çəkildimi? Polşa geri çəkildimi? Baltikyanı dövlətlər geri çəkildilərmi? Avropa İttifaqı 35 illiyi ilə bağlı, müstəqillik günü ilə bağlı Ukraynada gəldilər, yenə 6 milyard 100 milyon dollar vəsait ayırdılar. Yəni sözümün son əsas hissəsini söyleyeyim ki, Rusiyanın nüvə silahı tətbiq edəcəyi nağıldır, əfsanədir, psixoloji baskıdır. Putin zaten təbiyyətcə qorxaq bir adamdır. Onun qorxu kompleksi yaşadığı onun sifətində yazılıbdır. Ona görə o müharibəni dayandıra bilmir ki, hakimiyyətini itirəcək, hakimiyyətini itirdi, dərhal onu divana çəkəcəklər. Digər tərəfdən irəli gedə bilmir. Nə qədər o cəngavər bəyanatlar səsləndirsələr də, fakt ortadadır. Bir Malaya Takmaçka kəndin 198 dəfə kontrolü aldıqların, işğal etdiklərini bəyan ediblər. 198 dəfə. O kənddə də 10 ya 12, 15 ev vardı. Yəni bir küçük bir kəndi. Bunlar Gerasimov 50 dəfə Gerasimov, 35 dəfə Putin özü. Bunlar Rusiyanın əsas dövlət siyasəti, dövlət terrorizmi, 365 gün dezinformasiya yaymaq və qorxu ixrac etmək. Yəni Putin o silaha əl atsın, bu qeyri-mümkün məsələdir.